Bize bir aktyor yalanı söyleyin. Her şey hazırdır. Sabire Hanım, bir aktör yalanı söyleyin. Oldu başa düşdüm, əladır. Yani bu elemana gereken yapılsın baba. Bize bir ikinci rejissor yalanı söyleyin. İkinci rejissor başdan ayağa yalandı. Rejissor assistenti olaraq ən böyük danışdığınız yalan nə olub? Çəkilişdəyim. Geyim rəssam assistenti olaraq ən böyük danışdığınız yalan deyə bilərsiniz. Geyimin yaxşıdır, no, gəl bir də baxaq. Çoktandır kayıp. Qrim rəssamı olaraq ən böyük danışdığınız yalan deyə bilərsiniz. Aktyorları 5 dəqiqə hazırlayıb təhvil verir. Güneş bizi mahvettin Güneş. Bir quruluşçu rejissor olaraq bu setdə ən böyük danışdığınız yalan nədir? Çəkilmişdi bile baxıb deyirəm, yaxşıdır, əla adamı bir deyir. Bu adam bu alemin oyuncusu falan değil. Bu adam oyunu icat eden adam. Setdə ikinci operator olaraq ən böyük danışdığınız yalan nədir? Diyafragma yerində. Biz de birileriyiz yani. Bir Fox Puller olaraq ən böyük danışdığınız yalan nədir? Məndə var idi, sizi bilmirəm. Estetika operator olaraq ən böyük danışdığınız yalan nədir? Əsl düz çəkmişəm. Düz nə deyirlər? Saniyə, dəqiqəyə, saata. Montaj rejissoru olaraq ən böyük danışdığınız yalan nədir? Texniki problemi oldu, zapis olmadı və yaxud, amma əslində özüm zapisi basmamışdım. Sən kiminlə dans etdiyini farkında deyirsən, mən sənə sübut edirəm. Bir prodüser olaraq ən böyük danışdığınız yalan nədir? En büyük yalan odur ki ben burada prodüser.